Qızıl azqala insanların həyatının ayrılmaz bir hissəsinə çevrilib. Xüsusən də bəzi azərilər zinət əşyalarını çox sevən xalqıq. Elə buna görə də qızılın qiymətində cüzi artım olan kimi sakinlər narahat olur. Bu zaman satıcılarla alıcılar arasında anlaşılmazlıqlar da meydana gəlir. Biz öz növbəmizdə Mingəçevir şəhərində qızılın qiymətinin mövcud durumunu araşdırmağa çalışdıq. Son zamanlar dünya bazarında, o cümlədən respublikamızda qızılın qiymətində qismən artım müşahidə olunur. Bu da öz növbəsində alıcılıq qabiliyyətinə təsirsiz ötüşmür. Elə bu məqsədlə Mingəçevir şəhərində qızılın alış və satışındakı mövcud durumu araşdırmağa çalışdıq. Məlum oldu ki, bir çox hallarda alıcılara təklif olunan qızılın qiyməti ilə müştərilər razılaşmırlar. Elə bu səbəbdən də satıcılar alıcıları nəzərə almağa çalışır, yeni qiymətləri o qədər də qaldırmırlar. Misal üçün, keçən il qızılın qiymətində həddən artıq eniş müşahidə olunub. Bəzi satıcıların sözlərinə görə, dəyərli bilinən bir neçə yüksək əyarlı qızılların qiyməti aşağı indirilib. Satıcılar onu da deyirlər ki, müştərilər ən çox Kral, Grazella, Tiffany, Efe, Somora adlı 750 əyarlı 18 karatlı və 585 əyarlı 14 karatlı boyunbağı və bileziklərə, o cümlədən brilyant qaşlı toy nişan üzüklərinə daha çox üstünlük verirlər. Bu qızılların isə 1 qramı əyarına görə 40-50 manat arası dəyişir. 916-922 yüksək əyarlı ərəb və türk qızılı da alıcılar tərəfindən bəyənilənlər sırasındadır. 800 qramlıq Nikolayonluğu isə 300-320 manata satılır. 750-yə, ümumiyyətlə 83-ə ən çox 750-lərə üstünlük verirlər. Bir də imkan dairəsində əsasən 83-lər nisbətən 750-lərə baxanda qiymətdə aşağıdır. Ona görə də amma belə götürəndə 750-lərə çox üstünlük verilir. Bizdə ən bahalı, belə götürək ki, əyarı 750 olan Kral deyirlər, adı Kral gedir. Ən bahalı 40 manat, 41 manat. Çeşid nə qədər çox olanda özləri seçimləri deyirlər, hansı yaxşıdır. Toy və nişan üçün nəzərdə tutulan qızılların qiyməti isə digərlərindən bir qədər fərqlənir. Bu qəbildən olan zinət əşyalarının qiyməti 200 manatdan başlayır və yüksələn xətlə gedir. 200 manatdan 1000 manata kimi olur. Yəni 200 manatdan minimum götürülür qadın kişi üzüyü. Karatından, birinci növbədə karatından başlanır. Yəni karat artdıqca qiymət də artır. Qeyd edək ki, kameramız qarşısında danışmaq istəməyən Mingəçevirli alıcılar isə qızılın qiymətlərindən razı olmadıqlarını deyiblər. Nikbin Qasımlı, Nigar Mustafayeva, Xəyyam Rəsulov, LTV Mingəçevir.